Azərbaycanda müstəqil kino biraz digər ölkələrdən fərqlidir dediyim kimi. Yəni bizdə daha çox başlayan rejissor özlərini yetişdirməlidirlər. Ümumiyyətlə sənət çox şəxsi təcrübələrə dayanan bir şeydir. Hər kəsin fərqli təcrübəsi olur və hər kəsin keçdiyi yol fərqli olur. Mən öz təcrübəmi bölüşmək istəyirəm. İlkin olaraq sizin büdcəniz yoxdursa, sıfır büdcə ilə pulsuz roman yazmaq olar, rəsm çəkmək üçün yox, kraskalı. Kino sıfır büdcəli bir şey olmur. Yəni bu mümkün deyil. Kino sənət olaraq maddiyyatdan və puldan ən çox asılı olan sənət növüdür, bəlkə də deyərdim ki. Və yox, əgər mənim öz təcrübəmdən necə olmuşdu, ilk dəfə mən qərara gələndə, ikinci sənəti bitirəndən sonra müəyyən başqa sahələrdə iş təcrübələrim oldu və kinoya qayıtmaq istəyəndə mən Rüstəm İbrahimbəyovun kino məktəbinə daxil olmuşdum. Amma kino məktəbindən əvvəl də bir dənə qısa film çəkmişdim. Zaten o qısa filmlə müraciət eləyib məktəbə qəbul olmuşdum. Mən necə eləmişdim onu? Sadəcə kamera kiralayırsınız. Yəni bununla məşğul olan Azərbaycanda müəyyən adamlar və şirkətlər var ki, və dost tanış. Mən çox ciddi deyirəm. Hətta mən hamıya məsləhət görərdim ki, ilk filmini, qısa filmini dostlarına, tanışlarına, kim ki maraqlıdır, ya indi sosial mediadan istifadə edə bilərlər, kim filmdə çəkilmək istəyir, yaza bilən xeyli adam yazıb maraqlanacaq. Kiminsə xalası olub, kiminsə xalası qız filmdə çəkilmək istəyəcək. Və ilk təcrübəsini müstəqil olaraq elə film çəkə bilər. Yəni ssenari yaza bilər qısa, dostlarını çağıra bilər, biraz texnik çağıra bilər kameranı, əgər operatorla işləməyə ona büdcəsi yoxdursa ki, böyük ehtimal olmayacaq ilkin filmdə. Və elə təcrübə edə bilər. Bu həm də ki, mini bir məktəb olar o insan üçün. Ümumiyyətlə başa düşər ki, onun ssenaride, kağızda yazdığı çəkiləndə necə görünür, aktyorla necə işləmək lazımdır. Film bitəndən sonra bunun əsas proseduru montajdır. Montajda necə hekayəni düzgün qurmaq olar ki, və düzgün qurmaq lazımdır ki, bu nəyəsə oxşasın. Bu mənim təcrübəm idi. Mən ilk dəfə film çəkəndə elə çəkmişdim. Yəni sadəcə olaraq avadanlıq kiralamışdım və bütün dost-tanışım gəlib məndə pulsuz işləmişdik. Biz 11 saata o filmi çəkib bitirmişdik. Ondan əvvəl də Şəkidə eyni ilə biz Oktay Namazov, bizim operator, onunla dost idik deyə Şəkiyə getmişdik. Onun valideynlərinin evində qalmışdıq və 3 günə bir dənə film çəkmişdik, qısa film. Dediyim kimi, bunlar amma heç vaxt sıfır büdcəli bir şeylər olmur. Yəni siz kino çəkmək istəyirsinizsə, müəyyən məbləğ mütləq xərcləməlisiniz. Çünki həm də ki, Azərbaycanda digər ölkələrdən fərqlidir, həm də ki, dövlətin elədiyi maliyyələşdirmə sistemi. Məsələn, bizdə debüt olaraq dövlətin elan elədiyi konkurslarda debüt olaraq ancaq incəsənət tələbələri iştirak edə bilərlər. Digər mərhələlərdə production, dəstək və s. müraciət eləmək üçün rejissorun artıq minimum 2 qısa filmi istehsal olmalıdır və olmalı da əlində. Ona görə də bizdə sən əgər gələcəkdə istəyirsənsə, məsələn, daha böyük büdcəli filmlər çəkmək, onda mütləq ilkin olaraq özün məcbur olursan çəkməyə. Bu bədii filmdədir. Sənədli filmdə isə eyni ilə ya kamera kirayə bilərsiniz, ya da kamera ala bilərsiniz. Sənədli film çəkmək istəyirsiniz, ətrafınızda maraqlı bir hadisə olub, ya ailənizdə təcrübə eləmək istəyirsiniz ki, çəkim, nə bilim, bacımı, nənəmi və s. görüm necə, yəni eynən təcrübə olaraq o da məktəb kimi çəkirsiniz ətrafınızı və sonra oturursunuz montaj masasına və başa düşmə anlamaya çalışırsınız ki, bunu necə hekayə kimi qurmaq olar. Yəni Azərbaycanda müstəqil kino biraz digər ölkələrdən fərqlidir dediyim kimi. Yəni bizdə daha çox başlayan rejissor özlərini yetişdirməlidirlər. Kino İttifaqın kino məktəbi var idi. Səhv eləmirəmsə yenə olacaq. Yəni ora müraciət üçün belə sizin əlinizdə hansısa bir çəkilmiş material lazımdır. Yox, daha sonra isə əlinizdə çəkilən materiallardan sonra mən təhsil barədə danışmıram. Yəni siz təhsil almaq istəyirsinizsə bunun da var, dövlət proqramı da var. Səhv eləmirəmsə Mədəniyyət Nazirliyi də bu ildən ayırır kino sahəsindəki təhsil almaq istəyənlər üçün scholarship. Plus Çivnikdə var. Siz İngiltərədə olan kino məktəblərində
qəbul alıb, Çivninqə müraciət edib, scholarship uda bilərsiniz. Amma mən bunlardan danışmıram, çünki təhsil mənim sahəm deyil. Mən sadəcə olaraq ümumi məlumatlarım var o haqqda. Mən sadəcə olaraq məlumat öz təcrübəmdən verə bilərəm ki, müstəqil və pulsuz kino necə çəkilir. Mənim təcrübəmdə isə budur ki, kameranı götürürsən, gedirsən, çəkirsən. Bədiidirsə dost tanışı yığırsan başına, kömək istəyirsən. Sənədlidirsə kameranı götürürsən, gedirsən, çəkirsən. Nə çəkirsən özün də bilməyə bilərsən bəzən, amma kinonun əsas mərhələlərindən biri montaj olduğu üçün məncə hər bir kino çəkmək istəyən insan birinci montaj prosesində çəkiləndən sonra bu nəyə oxşayacaq bir dənə oturub baxmalıdır ki, kino hekayəyə necə dönüşdürülür, çəkdiyim şeylər necə arxa-arxaya qoyulanda necə formalaşır və film necə alınır. Daha sonra isə regional proqramlar var ki, oralara müraciət edə bilərlər. Məsələn, Sarayeva festivalının talant proqramı var. O sırf bizim regiona da fokusludur üçün. Orada ssenari studiyası var, pack and pitch var layihələr üçün ki, ora müraciət edə bilərlər. Daha sonra yenə bizim regiona fokuslu Go East festivalının East West Talent Labı var və bunun kimi proqramlar var ki, oralara müraciət edib, iştirak edib daha çox bu sahədə təcrübələrini artıra bilərlər, tanışlıqlar qura bilərlər, beynəlxalq partnyorlarla gələcək, bir yerdə gələcəkdə işləmək istədikləri, nə bilim, operator ola bilər, ssenarist ola bilər, hər kimsə, kompozitor, bəstəkar ola bilər. Dünyada indi təcrübə yığmaq üçün bir çox insan hətta başlayanda telefonla da çəkir dostları ilə və sonra onları film formasında. Bu sadəcə o təcrübə yığmaq üçündür. Bunun üçün də telefon istifadə edə bilərsiniz. Yəni mütləq deyil ki, sizin ilk çəkdiyiniz, təcrübə üçün çəkdiyiniz film professional avadanlıqla olsun. Amma yox, siz əgər professional avadanlıqla bir şey çəkmək istəyirsinizsə, yəni film üçün təbii ki, tək kamera yox, bunun digər avadanlıqları, səs, işıq və s. da kirayəyə götürməlisiniz. Aktyorlarla işləmə məsələsindən qaldıqda isə yenə dediyim kimi, əgər bir insanın heç bir təhsil barədə nəyincə sənət oxuyub və anlayışı yoxdursa, bu ya özünü inkişaf elətdirməlidir YouTube videoları ilə, harısında ki, orada kifayət qədər çox təhsil var kino sahəsi ilə bağlı ki, baxıb öyrənə bilərlər ki, necə. Amma aktyorla işləməklə bağlı. Bu da çox kifayət qədər individual bir şeydir. Yox, əgər adamlar dostları ilə çəkirlərsə, müstəqil kino təcrübəsiz, o sadəcə olaraq həmin insanın kamera qarşısında davrandığını çəkdi, baxdı, xoşuna gəlir ya yox. Bu çox instinktiv bir şeydir. Sənət ümumiyyətlə instinktivdir. Üstəgəl kim nə formada film çəkmək istəyir, ondan bağlıdır. Bəzi insanlar sevir ki, aktyorlar çox ağlasınlar, qışqıra-qışqıra. Bəziləri istəyə bilər ki, yox, mən daha emosiyaları az olan qəhrəman görmək istəyirəm. Yəni bunlar çox individual və hər kəsin özünü, mən ona görə deyirəm ki, başlayanda balaca məsələlərdən başlamaq, balaca filmlər çəkmək öz gücünüzdən ki, siz rejissor olaraq nə istədiyinizi, nə danışmaq istədiyinizi və nə formada danışmaq istədiyinizi tapıb anlayasınız. Çünki siz beyində təsəvvür olunan heç vaxt kameraya eyni köçmür. Yəni siz beyninizdə çox gözəl bir şedevr çəkə bilərsiniz, amma bu kamera qarşısına gələndə görürsüz ki, yox, bu deyil axı, bu alınmır axı, mənim beynimdə bu daha yaxşı idi. Və bunlar hamısı təcrübə ilə və balaca nələrlə çəkməklə və çox belə istedadlısa birinci dəfədən alınacaq, o ayrı məsələdir. Qaldı ki, ssenari məsələsinə, orada məsələn, siz yenə tanış varsa bir yerdə yaza bilərsiniz, ya özünüz yaza bilərsiniz. Kino məncə çox eksperimentlərə açıq bir sahədir. Siz hər cür onu çəkə bilərsiniz və heç kim iddia eləyə bilməz ki, bu kinodur ya kino deyil. Siz eksperiment eləyə bilərsiniz, siz sənədli film çəkə bilərsiniz, bədii çəkə bilərsiniz, bədii sənədli bir yerdə çəkə bilərsiniz. Və siz texnika olaraq telefonda istifadə edə bilərsiniz, fotokamerada istifadə edə bilərsiniz, ya professional kino kamera istifadə edə bilərsiniz. Bunun heç bir limiti yoxdur. Təbii ki, dediyim kimi başlayanda, təbii ki, siz gələcəkdə məsələn müəyyən festivallar var ki, bunların texniki kriteriyalar var da, siz telefonla çəkilmiş filmləri ora düşə bilmərsiniz. Amma yəni əgər məsələ və sual başlamaqdandırsa, burada heç bir limit yoxdur. Siz istədiyiniz texnikanı istifadə edə bilərsiniz, istədiyiniz
qeyri-professional, professional həminin köməyini istifadə edə bilərsiniz. Məsələ həmişə təcrübə yığmaq və öz stilinizi, öz dilinizi tapmaqdır. Bunun üçün isə kifayət qədər çox çəkmək lazımdır və bu fərqi yoxdur. Bu telefonlandır, fotokamera ilədir, ya videokamera, ya da köhnə kaset videoları, bunun heç bir fərqi yoxdur. Məsələ sadəcə olaraq o gözü itiləşdirmək, montajda hekayənin necə qurulmasını anlamaqdır ki, bu da ancaq və ancaq təcrübədən gələn bir şeydir. Siz əgər bu sahəni təkrar edirəm, yəni mən təhsil sahəsinə barədə heç bir komment verə bilmərəm sahəndə, amma yəni sizin bu sahədə heç bir təhsiliniz və s. yoxdursa, indiki dövrdə siz YouTube-dan kömək istəyə bilərsiniz. Orada istədiyiniz rejissorların master-klassı var, qulaq bilərsiniz istənilən formada. Hətta montaj dərsləri var, baxa bilərsiniz. Kitablar var bu barədə, oxuyub özünüzü inkişaf elətdirə bilərsiniz. Yəni kinoda əsas məsələ mənə görə insanın öz dilini tapmağıdır, hekayəni necə danışmaq istədiyini anlamaqdır. Bunu da ancaq və ancaq, yəni bu oxumaq və baxmaqla yox, ancaq özünü eləyəndə, öz təcrübəndən qazanıb anlaya biləcəyin bir şeydir.